Herkese salam dostlar. Bugün ben 4. sınıfın monitoring testinden riyaziyyat suallarını həll edəcəm. Mən sualları həll etməzdən əvvəl siz videonu dayandırıb özünüz həll edib və sonra izaha qulaq asa bilərsiniz. Gəlin onda riyaziyyat testinin ilk sualına baxaq. Verilmiş ədədin düzgün yazılışı hansıdır? Bizə şəkil verilib və bizdən bunun düzgün yazılışını istəyir. Gəlin birinci ilk ədədi, yəni ilk verilmiş şəkil sayaq. 1, 2, 3, 4, 5, 6, 7. Yəni ilk ədədimiz 7 olmalıdır. Gəlin yazaq. 7. Buradan da ilk 7 ilə başlamayanlar çıxaq. C variantı 6 ilə başlayır. Amma burada 7 rəqəm olduğu üçün C variantını çıxırıq. Sonra gəldik ikinci ədəd sayırıq. 1, 2, 3. Burada da son olacaq 7'den sonra 3. Yine 3'den başlamayan variantı, yəni B variantını çıxdıq. Keçdik 3-cü ədədə. 1, 2, 3, 4, 5. 5 yazırıq. Baxırıq, görürük ki D variantı 4 ilə bitir. Ona görə bu yanlışdır. Doğru cavabımız olacaq A variantı. Gəlin amma yenə də biz yoxlayaq. Sonra baxaq. 2 düz gəlirmi? Bəli. Sonra 1, 2, 3, 4, 4. Sonra 1, 2, 3, 4, 5, 6, 7, 8. Sonra da 1. Baxaq bu doğru gəlirmi? Bəli, düzgün gəlir. Ona görə doğru cavabımız A variantı. İkinci sual. Aşağıda kvadrat və dairədən istifadə edilərək düzəldilmiş bir şəkil ardıcıllığının ilk 3 addımı verilmişdir. Buna əsasən ardıcıllığın 9-cu addımında istifadə olunan dairə və kvadratların ümumi sayı neçədir? Baxaq, şəkildə birinci addımda 2 kvadrat və 1 dairə verilmişdir. Və hər addımda bu öz addımına görə çoxalır. Gəlin yazaq. Hər dəfə 2 kvadrat olduğu üçün 2 n yazaq və 1 dairə olduğu üçün də üstə gəl n yazaq. Bu da bərabər olacaq 3n-ə. 3n. Bizdən də 9-cu addımı istədiyi üçün 9-u vuracağıq. 9-u vuracağıq 3n-ə. O da eləyəcək 27n. Burada da baxırıq, cavablarda doğru variantımız A variantı, yəni 27 olacaq. Keçdik 33-cü suala. Aralarındakı məsafə 450 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 avtomobil yola düşdü. Birinin sürəti 70 km/saat, digərinin isə 80 km/saatdır. Onlar neçə saatdan sonra görüşəcək? Gəlin baxaq. 2 avtomobil götürək. Birincisi A avtomobili, ikincisi B avtomobili. Bunları özünüz üçün dəyişə bilərsiniz. A-ya yazaq 70, A-ya yazaq 70, B-yə də yazaq 80. Bunlar 450 kilometr olan iki şəhərdən eyni zamanda çıxırlar. Onda mı gəlin bu ikisini toplayaq. 70 üstə gəl 80. O da eləyəcək 150. 150. Və bizdən 450 kilometrdir. Ona görə 450'yi böləcəyik 150'yə. O da olacaq cavabımız 3. Deməli bunlar 3 saatdan sonra görüşəcəklər. Onda doğru cavabımız olacaq C variantı. 34. Aşağıdakı əməllərdən hansının nəticəsi digərlərdən fərqlidir? Bunları toplayacağıq və hansı digərindən fərqlidirsə onu seçəcəyik. Gəlin baxaq. 18 üstə gəl 24 üstə gəl 22. Bunun cavabını indi hesablayaq. Eləyəcək 64. Sən gəlin B variantına baxaq. Deyir ki 21 üstə gəl 21 üstə gəl 23. Bu da eləyəcək 65. Amma biz digərlərini də yoxlayaq.
Deyir ki 23 üstə gəl. 23 üstə gəl. 16 üstə gəl. 25. Bu eləyəcək 64. D variantı. 32 üstə gəl 18, üstə gəl 14. Bu da eləyəcək 64. Və burada bizdən deyir ki, fərqlidir. Ona görə baxın, A variantında cavab 64'dür. C variantında da 64'dür. D variantında da 64'dür. Amma B variantında digərlərindən fərqli olaraq cavab 65'dir. Ona görə səhv variantımız B variantı olacaq. Yataqxanalı təqaüd imtahanına hazırlaşan Davudun həftənin 5 gün ərzində həll etdiyi sualların sayı aşağıdakı cədvəldə verilmişdir. Bu cədvələ əsasən Davudun həftəlik həll etdiyi sual sayı neçədir? Burada bizdən günlərin və sual sayını verib. Buradakı bütün günləri, yəni bizə deyir ki, bir həftə Davudun həftəlik ərz etdiyi, yəni bir həftə üzərində həll etdiyi toplam sualların sayı neçədir? Ona görə buradakı bütün sual saylarını toplayacağıq. Yəni eləyəcək 187 üstə gəl 225. Buradan yazaq, üstə gəl 124. 10 da üstə gəl, yəni 247. Sonra üstə gəldi 328. 328. Şimdi gəl bunları toplayaq. Bunları toplayanda, yəni 187 üstə gəl 225 üstə gəl 124 üstə gəl 247 üstə gəl 328 toplayanda cevabımız olacaq 1111. Və variantlara da baxırıq. Burada 1121'dir. Burada 1011'dir. Burada 1112'dir. Və D variantımız 1111 uyğun gəlir. 36. Verilmiş figürün perimetrini tapın. Gəlin baxaq. İndi bizdən perimetr istəyir. Perimetr figürün ətrafındakı bütün tərəflərin cəmidir. Bizə 44 verilib, sonra 30 verilib, 19 verilib, 13 verilib, 18 verilib və 8 verilib. Şəkildə görünməyən kiçik hissələr də var. Onların ölçülərindən çıxıb tapırıq. Bu da eləyəcək 30 çıx 13. Bir dəqiqə deyəlim. 30 çıx 13 çıx 8 bərabər 9. Sonra 44 çıx 18 çıx 19 bərabərdir 7. İndi biz 9 ile 7'yi tapdığımız üçün bunların hamısını toplaya bilərik. Yəni bütün görünməyən hissələri tapdığımız üçün bunların hamısını indi rahatlıqla toplaya bilərik. İndi yazaq. 44 üstə gəl 30, üstə gəl 19, üstə gəl 7, üstə gəl 13, üstə gəl 18, üstə gəl 9, üstə gəl 8 bərabər olacaq 148'e. 148 de olacaq D variantı. Yəni doğru cavabımız D variantı. Düz bir yol boyunca 5 metr aralıqla 12 ağac əkilib. Birinci ağacla sonuncu ağac arasındakı məsafə neçə metrdir? Eğer ki 12 ağac varsa aradaki mesafe 11 olur. Çünkü birinci ve sonuncu ağaclar arasındaki boşlukları sayırıq. Ona göre 11'i vuracağıq 5 metrdir. Aralarında həmişə 5 metr varsa 11'i vuracağıq 5'e. O da bize verəcək 55. Doğru cevabımız 55. 38. Şəkildə verilmiş düzbucaqlığın daxilinə
Daxilinə radiusu 5 sm olan 3 bərabər çevrə toxunacaq şəkildə yerləşdirilmişdir. Bu düzbucaqlının perimetrini tapın. Deyir ki, radius 5 santimetrdir. Diametri 10'da olacaq. Diametrin düsturu olacaq 2 radius. Yəni 5'i 2'ye vuracaq. O da olacaq 10. İndi diametri 10'dur. Radiusu da 5'dir. Sonra bizdən deyir ki, 3 çevrə yan-yanında. Ona görə 3 çevrəni vuracaq ona. Hamısının diametri 10'dur çünki. İndi bunu silək. 3'ü vuracaq ona. O da olacaq 30. Sonra düzbucaqlının eni 10, düzbucaqlının eni olacaq 10. İndi bizdən perimetrini istəyir. O da olacaq. Perimetrin düsturu 2 vur. A üstə gəl B. Bizim də A'mız 30. B'miz isə 10'dur. Çünki düzbucaqlının eni 10 santimetrdir. Uzunluğu isə 30. 30'u buradan aldıq. Eni də diametridir. İndi bunları toplayırıq. 30'da gəl 10 eləyir 40. 40'ı da vuracaq 2'ye eləyəcək 80. Ona görə doğru variantımız D variantı olacaq. 39. A bərabərdir 0,34. B bərabərdir 0,304 və C bərabərdir 0,4. Ədədlərinin artma sırası ilə hansı bəndə düzgün verilmişdir? Bunda biz onluq kəsirləri müqayisə etməyi bacarmalıyıq. Gəlin baxaq. İndi bizə verilib 0,34 kiçik yazaq. 0,34 0,304 və 0,4. İndi istəsək biz bunları bərabərləşdirmək üçün hamısını eyni miqdarda 0, yəni eyni olmaları üçün 0 artıra bilərik. Ya da biz bunun ilk ədədlərinə baxa bilərik. Baxaq, hamısının ilk ədədi 0'dır. Ona görə bunlar bərabər olacaq. Əgər ki ilk tam ədəd 0'dırsa, vergüldən sonraki ilk ədədə baxacaq. Baxaq, ilk ədədimizdə vergüldən sonraki ilk ədəd 3'dür. İkinci ədəddə də vergüldən sonraki ilk ədəd 3'dür. Amma üçüncü ədəddə vergüldən sonraki ilk ədəd 4'dür. Bu isə olur C variantı. Bizə deyir ki, ədədlərə artma sırası ilə, yəni azalandan çoxa düzəcəyik. Ona görə ən çox A olacaq, ən çox C olacaq. Çünki 0,4 C variantından. Ən çox C olacaq. Sonra baxaq ikinci vergüldən sonraki ikinci ədədə baxaq. Birinci ədəddə vergüldən sonraki ikinci ədəd 4'dür. İkinci ədəddə isə vergüldən sonraki ikinci ədəd 0'dır. Ona görə A variantı daha böyük olacaq. Ən kiçik isə B variantı olacaq. İstəsəz bunu eyni, yəni hamısı eyni olması üçün 0 artıra bilərsiniz. Bunda da bu 400 olacaq, 340 olacaq, 304 olacaq. İndi biz bunu azalandan çoxa düzdük. Bu da olacaq B variantı, A variantı və C variantı. Burada olacaq doğru cavabımız A variantı. Keçdik 40-cı suala. Deyir ki, toy alış-verişi üçün məişət texnikası mağazasına gedən Elcan və ailəsi aşağıdakı etiket qiymətlərinə yazılmış əşyaların hər birindən bir ədəd alır. Yəni bu əşyalardan hər birindən bir ədəd alır. X, yəni hamısına 1x alır. Elcan aldığı məhsulların qiymətlərinin ən yaxın onluğa yuvarlaqlaşdıraraq tapdığı ümumi məbləğə əsasən ödəniş edir. Buna əsasən Elcanın etdiyi ödənişlə bağlı aşağıdakilərdən hansı fikir doğrudur? Baxaq.
Bunlar bunun həqiqi qiymətləridir hamısı. Bu da ən yaxın onluğa yuvarlaqlaşdırılmış ədədlərdir. İndi gəl baxaq. Variantlara baxaq ki, hansı variant doğrudur ya da səhvdir, onu tapaq. A variantı məişət texnikalarının etiket qiymətlərinin cəmindən 5 manat azdır. B variantı məişət texnikalarının etiket qiymətlərinin cəminə bərabərdir. C variantı məişət texnikalarının etiket qiymətlərindən cəmindən 5 manat çoxdur. Məişət texnikalarının etiket qiymətlərinin cəminə 3 manat çoxdur. İndi biz bunun neçə manat çox və yaxud neçə manat az olduğunu və ya bərabər olduğunu tapmaq üçün bunun normal, yəni həqiqi qiyməti ilə Elcanın yuvarlaqlaşdırdığı qiyməti toplamalıyıq. Həqiqi qiymətləri topladıqda biz alacağıq 11.705, amma yuvarlaqlaşdırılmış qiymətləri topladıqda, yəni bunları topladıqda alacağıq 11.710 və biz çıxacağıq 11.710-dan çıxacağıq 11.705-i. Çünki bu həqiqi qiymətlərdir, bu da Elcanın yuvarlaqlaşdırıldığı qiymətlərdir. Biz aradakı fərqi tapmaq üçün bunu çıxırıq. Burada da qalacaq 5 manat. Demək ki, Elcan 5 manat daha çox ödəmişdir. Bu da olacaq C variantı, məişət texnikalarının etiket qiymətlərinin cəmindən 5 manat çoxdur. Keçək 41-ə. Bir orta məktəbdə həftə sonu hazırlıq kursuna 670 şagird davam edir. Bu şagirdlərdən 230 nəfər 8-ci sinifdir. Yazaq 8-ci sinif neçə? 230 nəfər. Həftə sonu kursunda 8-ci sinif şagirdlərinə 90 sualdan, digər şagirdlərə isə 75 sualdan ibarət sınaq imtahanı keçirilmişdir. İndi 8-ci siniflər 90 sualdır, digər siniflərə isə 75 sualdır. Buna əsasən həftə sonu hazırlıq kursunda şagirdlərin həll etdiyi ümumi sual sayı neçədir? Sınaqda suallar boş buraxılmamışdır. Yəni bütün suallar cavablandırılmışdır və hər sinif ayrıdır. İndi 8-ci sinif 230 isə biz yerdə nə qədər şagirdin qaldığını tapmalıyıq. Buna görə də 670-dən çıxacaq 230-u. O da eləyəcək 440. İndi deməli digər siniflərdə 440 nəfər qalmışdır. Yəni şagird var. İndi 230 nəfərə, yəni 8-ci siniflərə 90 sual verdikləri üçün 230-u vuracağıq. Vur 90. O da bizə verəcək 20.700. Deməli 20.700 sualı sadəcə 8-ci siniflər cavab verir. İndi gəlin digər siniflərin cavab verdiyi suallarını tapaq. Bunları silək. İndi digər siniflərdə neçə nəfər qalmışdı? Qalmışdı bizə 440 şagird. İndi onlar isə 75 sual həll ediblər. 440-ı da vuracaq 75-ə, eləyəcək 33.000. İndi bunları toplayacağıq. Bunları da toplayırıq, eləyəcək. Bunları topladıqda cavabımız olacaq 53.700. Yəni 53.700. Baxaq hansı variant doğrudur. Bu 51.000-dir, yanlışdır. 51.700 bu da yanlışdır.
52.700. Bu da yanlıştır. Doğru cevabımız A variantı 53.700 olacak. 42. Aşağıda şifahi hesaplama addımları verilen əməliyyat aşağıdakilərdən hansıdır? Bunda bizə şifahi hesaplama deyir. Yəni bu addım böyle getməmək üçün daha rahat yol tapaq deyir. İndi burada bizə şifahi yol dediği için baxın, ən birinci ədədimiz neçədir? 64. Sonra isə ən qalxdı 8 qalıb. Bunu daha sadə etmək üçün 64'ü böləcəyik 8'ə. Cavab olacaq C variantı. 43. Bir robot koordinat şəbəkəsində O00 başlanğıc nöqtəsindədir. Robot əvvəlcə 4 vahid yuxarı, sonra 6 vahid sağa, daha sonra isə 1 vahid aşağı hərəkət edir. Çatdığı son nöqtənin koordinatını tapın. İndi 00 deyirsə robot buradan başlayır. Deyir ki, o əvvəlcə 4 vahid yuxarı, 1, 2, 3, 4, yəni bura gəlir. Sonra deyir ki, 6 vahid sağa, 1, 2, 3, 4, 5, 6, bura geldi. Sonra deyir ki, 1 vahid aşağı hərəkət edir. Bura geldi. Deyir ki, robotun çatdığı son nöqtənin koordinatlarını tapın. Baxaq. Bura haradır indi? Bunları silək ki, bizim başımızı qarışdırmasın. İndi biz bura geldik. Burada gelmiştik. Buradan bir aşağı gittik de olacak 3. Birinci x oku yazıldığı için biz 6'ını yazdırır. Sonra da y oku yazıldığı için olacak 3. Yani robot 6'nın 3'e gedib. Bu da düzgün olacak B variantı. 44. X 5 olduqda 7 üstəgəl x ifadəsinin qiyməti neçədir? Yəni bu çox rahat oldu. X 5'ti, 7 üstəgəl 5. Burada eləyəcək D variantı 12. 45. Aşağı şəkildə verilən kub formalı qutunu kub şəkərlərlə dolduracaq. Qutunun içərisində ümumilikdə 16 şəkər var. Yəni burada indilik 16 ədəd var. 16 şəkər yerləşdirən aşağının qutunun tam doldurması üçün daha neçə ədəd şəkər yerləşdirməsi lazımdır. Kubun ölçüsü, baxın, 6, 6, 6. İndi bunun həcmini tapırıq. 6 vur 6. O da eləyəcək 216. İçində artıq 16 kub var dedi bizə. Ona görə toplam 216 dənə sıra bilər. Çünki həcmi o qədərdir. Toplam 216 ədəd sıra bilər və bizə deyir ki, artıq 16 ədəd kub var. 16'sını, yəni şəkərmə. 16'sını çıxırıq. O da eləyəcək 200. Doğru cavabımız C variantı 200. Bəli dostlar, bugünlük bu qədər. Görüşərik, sağ olun.